Salam, bu video ilə birlikdə ilk cəhddən hər gün izah elədiyimiz sual izahlarını yenidən davam elətdiririk. Elə ilk cəhdə olmuş tərəzi sualının izahı ilə başlayaq. Mən illərdir ki, qəbul imtahanlarında iştirak edəndə, xüsusilə açıq suallarda tərəzi görəndə olduqca sevinirəm. Çünki nə qədər qəliz görsənsə də, əslində mən baxan kimi artıq bilirəm ki, burada hansı simvollar sürətli bir şəkildə hansı qiymətlər ola bilər. Ona görə sürətli bir şəkildə baxaq görək, siz bu videodan necə bunu sürətli bir şəkildə yazmağı öyrənə bilərsiniz. 1-dən 9-a qədər ədədlərdən birinə uyğun olduğunu simvolların yuxarıda qeyd edib. Mən indi gəlirəm, ən birinci bu tərəziyə baxıram, görürəm ki, 3 dənə simvol burada gördüyümüz bu qədər simvolun hamısından ağırdır. Ona görə sürətli bir şəkildə ən yuxarı qiyməti 9-u yazıram bura. Buranın ağırlığı ümumi eləyir 27. İndi burada görürəm ki, sayı çox olan belə kvadratlar var. Heç sorğulamıram. Sayı çoxdursa, ən balaca qiymətlər olan birləri, qiymət olan birləri götürüb bura qeyd edirəm. Nəticədə fikir verirsə 12 dənə kvadrat var idi. 12 dənə 1 elədi 12. Sonra sayı çox olan nə var? Qara dairə. Bunlara da yazıram 2. Görsə heç sorğulamıram. Başqa simvolları olma ehtimalını belə heç hesablamıram. Bir imtahan sualdısa bundan başqa bir yol yoxdur deyirəm. Olduqca rahat davranıram. Və 6 dənə 2, 12 də bu 24 elədi. 27, 24-dən ağırdır. Hər şey qaydasındadır. Əsas məsələ soldakı tərəzidir. İmtahanda iştirak eləmişsinizsə, böyük ehtimal ki, siz sol tərəfdə biraz ilişmişsiniz, vaxt itirmişsiniz. Amma mən yenə vaxt itirmirəm. Ona görə ki, bu imtahan sual formasıdırsa, bizim aşırı dərəcədə vaxtımızın gedəcəyi fərqli qarma-qarışıq vəziyyətlər orada qəti qurmazlar. O baxımdan da birinci hara keçəcəyimi müəyyənləşdirirəm. Görürəm ki, burada daha çox simvol var. Nisbətən özündən az simvola bərabər ol. Tərəzi tarazlıqdadır. Ona görə bu tərəfə gəlib balaca qiymətlər verməyə çalışıram. Sağ tərəfə fokuslanmıram, sağ tərəfə heç baxmıram. Sol tərəfə baxanda nəyin sayı çoxdursa balaca qiymətləri yazacağam. Balaca qiymətlərdən 1 gedib, 2 gedib, 3 qalıb. Düzdür? Tez sayı çox olanları 3-ləri qeyd edirəm. Yazdım. Əslində 4 də ola bilər, 5 də ola bilər ha, amma yenə deyirəm, bir imtahan sualsa başqa cür olmaz deyib əminliklə yazdım. Sonra başqa sayı çox olan nə gəlir? A kvadrat gəlir. 4-ləri buna yazıram, kiçik qiymətləri. Bir dənə simvol qaldı. Həmin o simvola da yazıram 5. Nəticədə buranın ağırlığı toplayanda 4 dəfə 3 12, 2 dənə 4 8 20 25 elədi. Bura 25 isə bura 25 olmalıdır. İndi sağ tərəfə gələndə sayı çoxdur, balaca qiymətlərdən nə qalıb? 5-ə qədər hamısı tutulub da 6. 16-ları bura yazdım. 18, 7 də qalır bura, olur 25. Fikir verirsə 8-dən istifadə etmədim. Mən 8 də artıq tərəzidə olmayan hansısa bir simvolun çəkisidir. Sol tərəfdə 25-25-ə bərabərdir. Ümumilikdə buranın kütləsi 50-dir. Sağ tərəfdə buranın kütləsi ümumilikdə 51-dir. 51 50-dən ağırdır. Ona görə bu hissə aşağıdadır. Deməli hər şey qaydasındadır. Siz imtahanda buradakı simvollar bəlkə sayı çox olan 4 olsun, bəlkə sayı çox olan 5 olar. Ehtimalların içərisində itib batanda mən sadəcə bu məntiqi yadda saxlayıram ki, bu bir imtahan sualıdırsa, bu qədər vaxtımızı aparacaq bir şey olmaz. Deməli, hər şey minimalını sayı çox olanlara yazaraq sürətli bir şəkildə gedib cavaba çıxa bilərik. Təbii ki, aşağıdakı sualları cavablandırma hissəsindən keçmirəm. YouTube kanalımızdan onsuz da siz bunların artıq izahını izləmiş olmalısınız. Bundan sonra yeni imtahan kimi hər gün belə izahlarla davam edəcəyik. Növbəti videolarda görüşərik. Uğurlar, hələlik.